Antenatal qulluğun məqsədi hamilə qadınların, hamilələrin onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailələrin valideynlərə hazırlığına kömək etməkdən ibarətdir. Hamiləliyin fizioloji gedişi zamanı tibb müəssisəsinə 7 gəliş nəzərdə tutulmuşdur. İlk gəliş 12 həftəyə qədərdir. Növbəti gəlişlər 18-20, 26-28, 30-32, 34-36, 38 və 40 həftələrdə gəlişlər vardır. İlk gəliş daha ətraflı olur. Xəstədən həyat anamnezi soruşulur, onun hansı xəstəlikləri keçirib-keçirməməsi, ailə anamnezi maraqlanılır, ailədə irsi, onkoloji, psixi, autoimmun xəstəliklərin olub-olmaması, şəkərli diabetin, ürək-damar xəstəliklərinin olub-olmaması aydınlaşdırılır. Daha sonra əlbəttə ki, ginekoloji anamnezlə maraqlanılır. Uşaqlıq yolunda qanaxma olarsa, yüksək dərəcədə temperatur, üşütmə halları, qıc olma tutmaları, kəskin baş ağrıları, qarın nahiyəsində ağrılar, sağ qabırğaaltı nahiyədə ağrılar, qəflətən ödemlərin baş verməsi hallarında təxirə salmadan tibb müəssisəsinə mütləq müraciət etməlidirlər. Saydığımız xəstəlikləri nəzərə alaraq vaxtı-vaxtında hamilələrin bizə müraciət etməsi, təxirə salınmaz hallarda təcili yardıma müraciət etmələri, acil şöbələrinə müraciət etmələri və ya ailə sağlamlıq mərkəzinə, yaşadığı ərazilərin poliklinikalarına müraciət etmələri tövsiyə olunur. Bu, sağlam körpələrin, sağlam gələcəyin qurulmasına da şərait yaradar.